Mən Məmməd Balacanov, 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. İVAY Azərbaycan şirkətində hüquq xidmətlərinin rəhbəri olaraq fəaliyyət göstərirəm. Eyni zamanda Azərbaycan Vəkillər Kollegiyasının üzvü və vəkiləm. Mən düşünürəm ki, hər bir insanın yüksəlişi onun komfort zonasını tərk etmək barədə qərar qəbul etdiyi andan və bunu reallaşdırdığı andan başlayır. Hər bir insanın həyat hadisəsi və həyat yolu unikal ola bilər. Amma hər uğurlu insana ümumiləşdirən bir amilin üzərində biz dursaq, görərik ki, bu komfort zonanı tərk etmək, özün üçün yeni çağırışlar yaratmaq, yeni hədəflər qoymaq və onlara doğru əmin addımlara irəliləməkdir. Həyat insanlara qarşı çox əlaçıqdır və sənin istədiyini, əgər bir şeyi könüldən və ürəkdən istəyirsənsə, onu sənə yetirir. Amma eyni zamanda həyat kifayət qədər ağıllıdır və o çalışqan insanları qiymətləndirir. Ona görə o sənin istədiyini sənin əllərinə gətirib verməyəcək və sənin yaxınlığına buraxacaq. Mənim şəxsi karyeramda dönüş nöqtəsi gözləmədiyim bir anda birbaşa rəhbərimin iş yerini dəyişməyi və onun səlahiyyətlərinin mənə həvalə edilməsi oldu. Həmin vaxt mənim 28 yaşım var idi, idarəçilik təcrübəm o qədər çox deyildi və bu mənim üçün qırılma nöqtəsi idi. Ya özümü sübut eləməli idim, ya da ki, karyerama olduğum kimi əvvəlki vəzifəmdə də davam etməli idim. Bu keçid periodu kifayət qədər çətin və məsuliyyətli idi. Məsuliyyəti artıran amillərdən biri də ondan ibarət idi ki, sən böyük bir şirkətin bütün hüquq proseslərindən məsul şəxsə çevrilirsən. Ancaq həm komandamın, həm də ki, ailəmin dəstəyi ilə mən bu çətin periodun öhdəsindən uğurla gəldim. Yüksəliş ilk öncə öz potensialını tanımaqdan və qiymətləndirməkdən, real hədəflər qoymaqdan və qoyduğun real hədəflərə ilk addım atmaq cəsarətini özündə tapmaqdan başlayır. Yüksəliş sizinlə davam edir.